Uşaqlar, diqqətlə qulaq asın, əziz abituriyentlər. Baxın, Novruz bayramı söz birləşməsinin bizə ASCII, Unicode, 64 və 32 simvollu əlifbada soruşur ki, nə qədər yer tutur. Bunları saydık ki, bir-bir sayanda Novruz bayramı 14 hərfdən ibarətdir. Yəni 14, bu boşluğu da saysaq, 14 dənə simvol var. Ona görə də ASCII kodlaşdırmasında bir hərf 1 bayt olduğuna görə 14 bayt. Unicode'da bir hərf 2 bayt olduğuna görə 2'ye vururuq 14'ü eləyir 28 bayt. 64 simvollu və 32 simvollu əlifbada isə diqqətli olun. 62 2-nin 6-cı dərəcədən qüvvəti, 32 isə 2-nin 5-ci dərəcədən qüvvətidir. Yadınızda saxlayın, qüvvət həmişə bizə bitin sayını verir. Yəni 6 bitlə 64 simvolunu, 5 bitlə isə 32 simvollu əlifbada kodlaşdırılır. 14 simvolumuz olduğuna görə 14'ü vururuq 6'ya, bərabərdir 84 bit. 5 bitli əlifba ilə isə 14'ü vururuq 5'ə, bərabərdir 70 bit. Nə aydın deyilsə sual verə bilərsiniz, təkrar izah edə bilərəm. Aydındır.